Sənəli. Sizi çəkirik, sağ olsun YouTube'da baxanlar. Arkadaşlar demirəm abi, yani YouTube'da baxanlara deyir. Mayələrin xassələri. İlk öncə mayı, keçən dəfə dedim, yenə də deyirəm. Formasını saxlamır. Formasını saxlamır. Amma həcmini saxlayır. Hansı qaba tökürsüz tökün, hansı qaba tökürsüz tökün, həmin qabın formasını alır. Amma yani öz konkret forması yoxdur. Yani maya bu formada da axıra qədər qalsın. O jelibonlar elədir. Məsələn, jelibonlar atısı elə olduğu kimi qalır, yemədiyi sürəcə. Amma həcmi saxlayır. Yani bu bir stəkan suyu başqa bir qaba töksədə, orada şimdi tutum yenə də bir stəkan. Mayelərdə bizdə, yani soruşan şey nədir? Kapillər burada qalxan mayenin xassələri var. Bir də ki, islatma hadisəsi. Düzdür, islatma hadisəsi də geniş şəkildə yoxdur. Yəni əvvəl vardı, indi yenə yoxdur. Bərk cimin səthində mayenin yayılmasına islatma hadisəsi deyilir. Yəni adi bir suyu tökürsünüz stolun üstünə, əgər o içini hopursa, yəni çəkirsə, bu isladandır. Yəni bərk cimi islatdır. Amma müəyyən üstündə belə bir qabarcıq əmələ gətiribsə, onda deyilər islatmayan maye. Düzdür, o mayenin də növündən asılıdır. Bu bərk cimin də növündən asılıdır, avtomatik olaraq. Yani mesela suyu tökürsünüz, başka bir şey belki maddəmsə yayılır, başka bir madde tökürsünüz, mesela yayılmır qabarcıq. Mesela laktın üstü olan üstə tökürsünüz, belə qabarcıq forma əmələ gətirir. Ona göre isladan mayelər var və islatmayan mayelər. İsladan mayelərdə deyirlər ki, maye ilə bərk cisim arasındakı cazibə qüvvəsi mayenin öz molekulları arasındaki cazibə qüvvəsindən böyük olarsa, onda bu isladan mayedir. Çünki bərk cisim böyük olanda özünə çəkə bilir, yəni hopma olur. Amma islatmayan mayədə maye ilə bərk cisim molekulu arasındakı cazibə qüvvəsi mayenin öz molekulu arasındakı cazibə qüvvəsindən kiçik olanda o islatmır. Yəni mayeni dartır, yuxarı qaldırır, qoymur, bərk cisim qalıb gəlsin. İsladan mayelərdə çöküş forma əmələ gəlir. Bu isladan mayedir, çöküş formadır. İslatmayan mayelərdə isə qabarıq formalara gəlir. Deməli, isladan mayelərdə çöküş formadır, islatmayan mayelərdə isə qabarıq formadır. Burada mayenin səthi ilə bərk cisim, yəni arasında qalan bu bucaq teta, kənar bucaqdır. Və burada teta, yəni burada özü teta, yəni keçən dəfəki qərarlaşmış temperatur deyil, bu kənar bucaqdır. Kənar bucaq 0 dərəcə ilə 90 dərəcə arasında olarsa, buna deyilər isladan. Məsələn, onu bu formada da çəkə bilərsiniz. Məsələn, bu bərk cisim və bu da həmin o teta bucağı. Teta 0 dərəcəyə bərabər olarsa, ona deyilər tam isladır. Teta 90 dərəcədən böyük, 180 dərəcədən kiçik olanda deyirlər islatmayın. Onu isə çəkəndə bu formada çəkirsiniz. Yəni daha doğrusu çəkmirsiniz, özləri çəkirsiniz, oradan seçirsiniz, sağ olsun, heç o da yoxdur. Bu da oldu islatma. Teta 180 dərəcəyə bərabər olarsa, onda tam islatmır. Bu oldu islatma hadisəsi. İslatma hadisəsi bu qədər düşür ortasında. İndi gəlirik səthi gərilmə qüvvəsi. Səthi gərilmə qüvvəsi. Mayenin səthini gərən qüvvəyə səthi gərilmə qüvvəsi deyilir. Yəni məsələn, bax bu mayedir. Bunun üzərində qabarcıqlar var. Belə də bu formada çoxlu sayda mayenin molekulları var. Bu formada maye molekulları var. Bunlar ya bir-birini itələyir, ya da bir-birini cəzb edir. Nəticədə məsələn, adi buna baxsaq, məsələn, biraz böyük çəkəm onu. Məsələn, bunu da qırmızı ilə eləyək. Adi bir dənə molekul çək. Məsələn, bu yetimi buradan dartırlar, buradan dartırlar, buradan dartırlar, buradan dartırlar, buradan dartırlar, buradan da hər yerdən onu dartırlar. Yəni bir molekul bir neçə molekuldan bu formada qarşılıqlı təsirdədir. Eyni ilə digərlər. Və onların əvəzləyicisi səthi gərilmə qüvvəsi adlanır, mayenin daxilinə doğru yönəlir.
Və nəticədə mayenin daxilində də o nəyə görə yaranır? Çünki bunun yuxarıdan da artan qüvvə yoxdur axı. Ancaq böyür başdan bir də aşağıdan da artan qüvvələr var. Onların əvəzinə heç də gəlir aşağı doğru, yəni olur səthi gərilmə qüvvəsi. Səthi gərilmə qüvvəsi səthi gərir, yəni bir növ betonlaşdırır. Yəni bilmirəm indi hovuza getmişsiniz və həftə getməmişsiniz, hovuza tullanma var. Hovuza bu formada tullananda bir növ yapışırsınız. Yəni bu formada qızarırsınız, partlaya da bilər baş. Çünki səbəb iki şeydir. Bir, səthi gərilmə qüvvəsidir. Səthi gərir, beton vəziyyətinə gətirir. İkincisi, sahən böyüdüyünə görə təzyiqin az olur, suyu yara bilmirsən. Və nəticədə çarpılırsınız. Eləyərsiniz, bunu denəyərsiniz, yoxlayarsınız, gələrsiniz. Hə, uzun yerdən tullanın, bir 40 gün yer. İkincisi var ki, uşaqlar, ona görə belə atılırlar ki, heç olmazsa sahə az olsun, təzyiqlə həmin səthi gərilmə qüvvəsini yara bilək. Səthi gərilmə qüvvəsi, bu zarafat idi, bunu izləyərlər, sonra deyərlər, burada müəllim qurs gün halva istəyir, elə deyil. Səthi gərilmə qüvvəsi sigma vurulsun, elə bərabərdir. Burada sigma, səthi gərilmə əmsalıdır. Yeni bir hərf keçdiniz. Sigma hərfi. O vardı o vaxt. TikTok'da sigma hakkımıza. Bak bu. Bu sigma. Sigmanı tapacağız. Səthi gərilmə qüvvəsi bölünsün eldir. Sigma uşaqlar. Eldən, F'dən, yəni səthi gərilmədən, kütlədən asılı deyil. Elə həqiqətən sigmadır. Yəni heç birini almır. Sigmanın vahidi Newton bölünsün metrdir. Şimdi bu nə vaididir? Bir də bizdə. Newton bölünsün metr. Allah bəlanı verməsin. Yaxşı uşaqsan, bax belə kameraya düşür, sonra da deyilər müəllim, bəli oxuyur uşaqlara. Newton bölünsün metr nə vaididir? Kanun çox şükür qızım. İkinci etapda gəldim. Buna bax, təbrik edirəm. Kameranı bir dənə söndür, mən qarğışma eləyim, sonra başlayayım. Mənə taxla, ara söndür. Sigma mayenin növündən asılıdır. Sigma mayenin növündən asılıdır. Bir də temperaturdan asılıdır. Belə ki, sigma temperaturdan dəyişəsin. Əgər temperatur böhran temperaturuna bərabər olarsa, sigma sıfıra bərabər olmuş olur. Burada R qabarcığın və yaxud da qabın en kəsiyinin hissəsidir. Bildiyiniz loru dildə desək, elimiz perimetrdir. Loru dildə desək, elimiz perimetrdir. Yəni loruda baxsaq. İndi düzdür, biz kapilyar boru keçəndə iki halda baxacağıq. İndi gələk kapilyar boruya. Kapilyar boru. Əgər kapilyar borunu mayenin içinə daxil etsək, bu vəziyyəti alarsa, biraz yuxarıdan çəkək. Bax, bu formanı alırsa, bu islatmayandır. İslatmayan. Əgər kapilyar borunu mayenin içinə daxil etsək, bu formanı alırsa, bu da çox xaric etdik, birini aşağıda çəkə birini yuxarıda. Bu isə isladandır. Yəni içində qabarıq forma əmələ gəlibsə islatmaya, çöç forma əmələ gəlibsə isladan. İndi biz kapilyar boruda qalxan mayenin, yəni çöplü soğuk deyək də, həmin o çöplü soğukda qalxan hissənin, mayenin çəkisi, kütləsi, həcmi, sonra səviyyəsi, yəni hündürlüyü, təzyiqi və işi. Bu kəmiyyətləri təyin edəcəyik. Az sonra dəyirəm, tutalım seni. Sonra başlayaq. O da işləyər. Heç olmaz, üzürü sayırlar. Xəstəyəm, nə deyim mən? Birincisi, F'imiz sigma evdir.
Götürək ki, çevrə, yəni dairə. Dairə bir də elin, yəni perimetr deyəndə bir en kəsin hissəsi. 2 pi r və yaxud da pi d. Onda f bərabər olur 2 pi r sigma və yaxud da pi d sigma. İlk öncə çəkisini tapırıq. Çəkisi sadədir. Çəkisi p-dir. Və bunu bərabərləşdirir f-ə. Beləliklə 2 pi r sigma, pi d sigma və yaxud da ki sigma r. Yəni bu da bir dənə düstur öyrənirik. Bir də elin yerinə 2 pi r qoyuruq, qalan bütün düsturlarımız özü çıxır. Çəkini tapdıq. Biz bilirik ki, çəki mz. Onda m'i tapsaq p bölünsün z. Onda kütləsi m bərabərdir. P-ni tapmısan ağı. Götür qoy yerinə. 2 pi r sigma bölü z, pi d sigma bölünsün z və yaxud da sigma r bölünsün z. Bu da getdi. Kütlə nəyə bərabərdir? Rho vurulsun v-yə. Onda sən v-ni də tapa bilirsən. M bölünsün rho-ya. Onda v bərabərdir bizdə. M-in yerinə bunu yazırıq. Olur 2 pi r sigma bölünsün rho vurulsun z və yaxud da pi d sigma bölünsün rho vurulsun z. Və çəkinin, baxın uşaqlar, çəkinin kütlənin və həcmin düsturuna baxsaq, sigmadan, radiusdan və diametrdən düz asılıdır. Bu oldu üstənin kəmiyyət. Test çəkin, bu sənə də test-tezliyi qutarsın. En damcı olsa, en damcı olanda, onda v-in bərabər olur, n vurulsun v. V-ni tapırsınız, gətirib burada başlayıb qalır. Ha, inşallah. Nəticədə gətirib oradan gətirib v-ni qoyursunuz bura və n damcı olanda da həcmini tapa bilirsiniz. Bu getdi. Silindir qabda v s vur h-dır. S-dəki pi r-in kvadratı vur h-dır. H-ı tapsaq v böl pi r kvadratdır. İndi uşaqlar, orada v-ni gətirib burada yerinə qoysaq, yəni v-nin düsturunu indi burada yazıram. 2 pi r sigma bölünsün rho j. Pi gedir, r-in biri gedir. Nəticədə səviyyə və yaxud da hündürlüyü də deyə bilər, fərqi yoxdur. Səviyyə, yəni h bərabərdir. 2 sigma yuxarıda qalır. Rho j r. Bu da oldu h-ın düsturu. Bu da bərabərdir, belə desək, diametrlə desək, 4 sigma böl rho j deyə. A təcilindən yuxarı qabı aparsaq, onda h bərabər olur. 2 sigma bölünsün, rho vurulsun, j üstə gəl, a vurulsun e. Yəni harada, belə desək, y var, üstünə a gəlirsiniz. A təcilindən aşağı getsə, onda h bərabərdir. 2 sigma, rho vurulsun, j minus a vurulsun e. Və gəlirik ən axırıncısı beləsə təzyiqinə. İçərisindəki maye olduğuna görə mayenin təzyiqini də tutuyor. Romaya vurulsun, j vurulsun h. Buradakı h-ı gətirib burada yerinə qoysa, rho j-lər ixtisar edir və təzyiqin düsturu çıxır. 2 sigma bölünsün r və yaxud da 4 sigma böl dedir. Buna Laplace təzyiqi də deyilir. Laplace təzyiqi də deyilir. Bu da oldu təzyiqin düsturu. Və təzyiqlə hündürlüyün düsturuna fikir versəz, sigma ilə düz asılıdırlar. Amma təzyiq və hündürlük radius və diametrlə tərs asılıdırlar. Bunu özünüz də müəyyənləşdirə bilərsiniz. Yəni kapillər bunun enləşdirdiyi su səviyyəsi az qalır. Və işi sonuncusu. İş. İş isə A bərabərdir. F vur H-dır. F-imiz ən təbədə yazmışam. 2 pi r sigma. H-ı da burada yazmışıq. 2 sigma bölünsün. Rho vurulsun, j vurulsun r-dir. Nəticədə r ixtisar edir. 4 pi sigma kvadrat bölünsün, rho vurulsun, j. Bu da oldu sizdə işin düsturu. Bununla da iş bitdi. Əgər kvadratik, belə desək, bizdə kvadratik boru olsa, təzə düşüb, kvadratik boru olsa, yəni bir var, boru, dairəvi boru dedik. Harada yazmışıq dairəvi boru? Vəzimdə buradadır. Yəni dairəvi boru dedik. Bu hissə, bu dairəvi borudur. Bir də var ki, kvadratik borudur. Kvadratik boru bu formadır.
Yəni bu da kvadratik borudur. Bunun üstündəki bizə bu A-dır. Bunun perimetri 4A olur. Yəni el bərabər olur 4A. Ellərin yerinə 4A-nı qoysaz, yəni bir növ təzədən evi çıxardırsınız da. Yəni məsələn V-miz məsələn bərabər olacaq sizdə. S vurulsun A-ya, S vurulsun H-a. S-iniz A, A kubu yanında bildiniz. Yəni A-nın kubu. Aparıb yerinə qoyub həll edərsiniz. Mən birbaşa H-ı yazıram. H bərabər olacaq 4 sigma bölünsün rho J A-ya. Səviyyəsinin üstünü bu üstünə hesablanacaq. 4 sigma bölü rho J A. Bu da əslində bir yerdən sizə xatırlamada. Kvadratın daxilində çevrə çəkəndə çevrənin diametri kvadratın tərəfi eləyir. Diametrdən asılı. Diametrin yerinə A-nı qoydunuz, üstürsün. Yəni bu formada da baxa bilərsiniz. Ya da istəsəz eyni şeyi təzədən bir-bir çıxarda gələ bilərsiniz.